Cəlilabadda növbəti ədəbi tədbir keçirilib. Bugün Cəlilabad şəhərində yerləşən Heydər Əliyev mərkəzində Həməşara müstəqil, elmi, tarixi, mədəni və ictimai Rüblük mətbu orqanı ilə Cəlilabad mərkəzləşdirilmiş kitabxana sisteminin birgə təşkilatçılığı ilə tanınmış yazıcı publisist İlqar İsmayılzadənin Şəhla Rəvan Zirvəsi adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə rayonun ziyalıları, ictimaiyyət nümayəndələri, müəllimlər, elm və ədəbiyyat adamları iştirak ediblər. Tədbirin aparıcısı və kitabın müəllifi İlqar İsmayılzadə çıxış edərək nəşr haqqında ətraflı məlumat verib. O, kitabın Cəlilabadın tanınmış pedaqoqu, ədəbiyyatşünas, şair və ədəbi tənqidçi Şəhla Rəvanın həyat və yaradıcılığına həsr olunduğunu bildirib. Müəllif çıxışında Şəhla Rəvanın Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, həmçinin yüksək mənəvi və insani keyfiyyətlərdən söz açıb. Şəhla Rəvan Zirvəsi kitabı mənim indiyə qədər ədəbi mühitimizdə və Cəlilabad cəmiyyəsində olan yazıcı və ziyalı insanlar haqqında ərsəyə gətirdiyim növbəti bir kitabdır. Mən bu kitabla Şəhla xanımın həyat yolu və onun yaradıcılığına işıq salmaq və onu müasir və gələcək nəsillərimizə tanıtdırmağa çalışdım. Ümid edirəm ki, bu kitab Şəhla xanımın şəxsiyyəti, həyat yolu və yaradıcılığının tanıtdırılması yolunda öz müsbət təsirini göstərəcək. İnanıram ki, bu təqdimatlar sonda ədəbiyyat və mənəviyyatımıza öz töhfəsini vermiş olacaq. Təşəkkür edirəm. Tədbirdə çıxış edən rayonun tanınmış ziyalıları və ədəbi mühit nümayəndələri Şəhla Rəvanın elm, təhsil və ədəbiyyat sahəsində xidmətlərini yüksək qiymətləndirərək ona və kitab müəllifinə yeni yaradıcılıq uğurları arzulayıblar. Bugün mənim üçün ən əlamətdar günlərdən biridir ki, bugün mənim haqqımda ümumi bir kitab dərc etdiyi üçün İlqar müəllimə təşəkkür edirəm. O kitab mənə daha doğma, daha əziz bir kitab oldu. Daim stol üstü kitabım kimi onu özüm üçün ən əziz bir xatirə kimi saxlayacağam. Çıxışlarda milli mənəvi dəyərlərin, ədəbi mühitdə səmimiyyət və təvazökarlığın qorunmasının vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda Həməşara Birliyinin və Turan Yazarlar Birliyinin üzvüyəm. Bugün ədəbi mühitin tanınmış, bilinmiş, seçilən yazarlarından, şairələrindən Şəhla xanım Rəvanın kitabının işığına toplanmışıq. Onun haqqında bəhs olunan kitabın müəllifi İlqar İsmayılzadədir. Şəhla xanım eyni zamanda mənim həyat müəllimim, anamdır. Bu münasibətlə o zirvəyə layiq bildiyi üçün İlqar müəllimə dərin təşəkkürümü bildirirəm. Anamı və müəllifi bu münasibətlə səmimi qəlbdən təbrik edirəm. Mərasim çərçivəsində bir sıra ziyalılara Həməşara mətbu orqanının təsis etdiyi mükafat və fəxri diplomlar təqdim olunub. Eyni zamanda Turan Yazarlar Birliyinə yeni qəbul olunmuş şair və yazıçılara üzvlük vəsiqələri verilib. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Elvin Qudratov, İlqar Mustafayev, Bugün informasiya proqramı üçün.